May, tale və həyatın məqsədi, etibarlılıq. 1 may, təbiət qanunları yaradılışdan bəri bütün dünyanı idarə edir. Bu, qanunların təməlini öz istədiyinə çata bilmək üçün ətrafdakılara köməklik göstərmək, dürüst olmaq, anı yaşamaq, tanıdığın ən nəzakətli insan olmağa çalışmaq, etdiyin hər işi mükəmməl şəkildə görmək, özünə qarşı səmimi olmaq, cəsarətli arzular qurmaq təşkil edir. Çoxumuz bu prinsipləri bilirik, amma çox azımız bu prinsiplərlə yaşayırıq. 2 may, ölüm yatağında olarkən dostu Platondan öz şahesəri olan dialoqlara yekun cümləsini əlavə etməyini təklif edir. Çox keçmədən o iki cümlə ilə fikrini tamamlayır. Ölümü yaşamaq. Sonralar mütəfəkkirlər Platonun fikrini belə şərh etdilər. Gənc yaşda olarkən belə həyata ölüm yatağında olan yaşlı insanın gözləri ilə baxmaq lazımdır. Buna görə də yaşadığımız hər günü son günümüzü yaşayırmışıq kimi yaşamaq lazımdır. Zaman misli olmayan bir dəyərə sahibdir və daha ağıllı, daha varlı, daha həyat dolu yaşamağa elə bu andan etibarən başlamaq lazımdır. 3 may, həyat sənin qəlbindəki arzulardan xəbərsiz deyil. Sənin üçün yazılan plan heç vaxt səni yanlış nəticələrə gətirib çıxaracaq addımı atmağına sövq etməz. Sənin üçün hazırlanan planın əsas məqsədi səni xoşbəxt etməkdir. Taleyin səni heç vaxt bədbəxtliyinə səbəb olacaq addımlar atmağa istiqamətləndirməz. 4 may, bir şeyi unutma. Hər şey istədiyin kimi olmaya bilər. Bəzən proseslərə məntiqini qavraya bilmədiyimiz ali qüvvə müdaxilə edir. Amma sən əlindən gələnin ən yaxşısını etsən, həyatı öz axarına buraxsan, baş verən hər şeyin sənin yaxşılığın üçün olduğunu anlasan, hər şey çox gözəl olacaq. Gözlədiyindən daha gözəl. Buna inan. 5 may, bəşər insanı arzularına addım-addım yaxınlaşa bilmək və öz taleyini yaşaya bilmək üçün azad doğulub. Doldurmalı olduğumuz çoxlu bank, birləşdirməli olduğumuz çoxlu nöqtə var. Xəyallarını qurduğun həyatı yaşamaq üçün çox səy göstərməli, çox qurbanlar verməlisən. Çox işləməli, daxili nizam-intizamını tənzimləməli, təkmilləşmən üçün cəhdlər göstərməlisən. 6 may, keçmişinlə yaşadığın hər bir saniyə gələcəyindən uğurlanan zaman itkisidir. Çətinliklərin haqda düşündüyün hər dəqiqə səni onların həllindən biraz da uzaqlaşdırır. Heç vaxt baş verməsini istəmədiyin şeylər haqda düşünərkən arzuladığın şeylərin baş verməsinin qarşısını alırsan. 7 may, edə bildiyinin ən yaxşısını etdikdən sonra rahatlan və dincəl. Əməlinin sənə nə ilə geri dönəcəyini gözlə. Əlindən gələni etmisən. Məsuliyyətli davranmısan, ağıllı qərarlar qəbul etmisən və var gücünlə çalışmısan. İndi ali qüvvənin səni aid olduğun yerə aparmasını gözlə. İcazə ver, həyat sənin taley yolunu istiqamətləndirsin. 8 may, həyat dolu yaşamaq maddi nemətlərin mükəmməllərinə sahib olmaq deyil, mükəmməl insan olmaqdır. Həyat maddi nemətlərin ən yaxşısına sahib olmaq üçün çarpışmadan ibarət deyil. Bu nemətlərə sahib olmaq pis bir şey deyil, amma onlar əsas həyat məqsədlərin olmamalıdır. Ailənlə, öz üzərində işləməklə keçirməli olduğun vaxtı maddi nemətlər uğrunda qurban versən, bir gün çox peşman olacaqsan. 9 may, qarışıqlıq həmişə aydınlığın yüksəlişinə şərait yaradır. Bu isə sənin yaşadıqlarından öyrəndiklərinlə anladıqlarının bir külliyyat təşkil etdiyi zaman baş verir. Bu, müdrikliyin başlanğıcıdır. Həyatında qeyri-müəyyənlik yarandığı an qorxma, çünki bu sənin inkişafının başlanğıcıdır. Yeni okeanlar kəşf etmək üçün təhlükəsiz limandan uzaqlaşdığımızda hər zaman xaotik anlar yaşayırıq. 10 may, bir gün dilənçi küçədə müdrik bir adamla rastlaşır. Onun kim olduğunu bilmədən mütəfəkkirə 3 sual ünvanlayır. Niyə buradasan? Hara gedirsən? Getdiyin yerə getməyin üçün mühüm bir səbəb varmı? Müdrik adam yolçuya baxır və ondan gün ərzində nə qədər pul qazandığını soruşur. Dilənçinin səmimi cavabını eşitdikdən sonra deyir: "Lütfən mənim yanımda işlə. Sənə qazandığın puldan 10 dəfə artıq pul verəcəyəm." Sadəcə olaraq hər səhər meditasiya etmədən qabaq səsləndirdiyin 3 sualı mənə verməyin kifayətdir. 11 may, biz mütəmadi olaraq öz arzularımızla əlaqədə olmalıyıq. Yaşadığımız bu dünya həqiqətən də dostcanlıdır. Lakin arzularımızı həyata keçirmək üçün çalışmasaq, onlar heç vaxt reallaşmaz. Odur ki, xəyallar qurmağa davam et
və arzularını aydın təsəvvürlə beynində canlandırmaqdan çəkinmə. 12 may. Özünü tapmağa çalışan insan onun üçün müəyyən olunmuş taley yolunda addımladıkca həyatın həqiqətlərindən agah olur. Bu zaman o yaşadığı dünyanı heç vaxt görə bilmədiyi bir şəkildə görməyə müvəffəq olur. Bu, bəşər övladı üçün ağlasığmaz bir mərhələdir. Bu mərhələdə bütün hədlər qeyd olunur və sən məsuliyyətlə bu oyunu oynamağa razılaşırsan. 13 may. Yaşadığın illüziyanı sona çatdırdığın zaman həqiqi həyatın nə olduğunu görəcəksən. Heyrətamiz bir gözəlliklə qarşılaşacaqsan. Bu zaman addımlarının ahəngi sürətlənəcək. Sən həyatda nə qədər cəsarət və inam nümayiş etdirsən, kainat sənə bir o qədər yardımcı olacaq. Yaşıl işıqlarını yandıracaq. 14 may. Həyat ömrümüzün son dərsə qədər öyrənməli olduğumuz dərsləri bizə öyrədən, ideal şəkildə hazırlanmış bir məktəbdir. Biz həyat məktəbində yaşayırıq. 15 may. Keçmiş körpünün altındakı sudur, gələcək isə təsəvvüründəki günəşin üfüqüdür. Ən mühüm dəqiqə indidir. Bununla yaşamağı öyrən və zövq al. 16 may. Həyatın ən kədərli hissəsi ölüm deyil. Onu boşuna yaşamaqdır. Çoxumuz həyatı doyunca yaşamırıq və bəşəriyyətin dolğunluq işığının günümüzü işıqlandırmasına imkan vermirik. 17 may. Həyatda hərəkət etmirsənsə, həyatın sənin üstünə gəlmək kimi bir vərdişi var. Sonra günlər aylara, aylar illərə dönəcək. Bir də görəcəksən ki, həyatının sonuna gəlmisən. Neçə il yaşamağından asılı olmayaraq həyat çox qısadır. Bunu dərk edənə qədər tozun belə qalmayacaq. Müdrikliyin şərti sadədir. Boşluqlar içində yaşamaqdan əl çək və öz həyatının modelini tərtib et. Oyuna geri qayıt və qəlbinin dərinliklərində atmalı olduğuna inandığın addımları at. 18 may. Özünə çətin suallar verməyə başlamağın, yetişməyinin və oyanmağının əlamətidir. Kütləni tərk edir və daha da şüurlu olmağa başlayırsan. Çox vaxt doğru sualı vermək doğru cavabı almağa gətirib çıxarır. Bunu etməklə öz həqiqətlərini kəşf və həqiqi həyatını aşkar edirsən. 19 may. Suallar qəlbinin dərinliklərindəki bildiyin cavabları aşkara çıxarmağına yardım edir. Düzgün sualı ver və sənə söz verirəm. Doğru zamandırsa cavabını tapacaqsan. Suallar inanılmaz gücə sahibdir. 20 may. Həyatın təbii qanunlarından biri də budur. Biz heç vaxt bacarmadığımızdan artığını almırıq. Yolun səni dərk etməyə hazır olmadığını həqiqətlə və ya biliklə üz-üzə qoymayacaq qədər dəqiqliklə hesablanıb. Şagird səbirli olmalıdır. Zamanlama çox vacibdir. Cavablar isə gecikməyəcək. 21 may. Quakerlərin hələ də kiçik dediyi və sənin daxili müdrikliyinin qaynağı olan şeyləri eşitməmək asan deyil. Əhatələndiyin dünya öz diktatorluğunu qəbul etdirmək üçün sənə təzyiq edəndə öz təbilini çalmaq və instinktlərinə qulaq asmaq asan deyil. Bununla yanaşı istədiyini yerinə yetirmək, bolluq və dahilik tapmaq üçün ən çox ehtiyac duyduğunuz anda sənə gələn bu öngörmə və hisslərini dinləməlisən. 22 may. Səndən əvvəl bir çox böyük insanın getdiyi yolda addımlayırsan. Yaşadığın təcrübə yalnız sənin başına gələnlər deyil. İnamlı ol və daxilində, dərinliklərdə olan hisslərinə qulaq ver. Axtardığın bütün sualların cavabları daxilindədir. 23 may. Həyat insanların birgə hördüyü gözəl bir parçadır. Biz çox vaxt istədiyimizi əldə etmirik, amma həmişə ehtiyacımız olanı əldə etməyə nail oluruq. Həyat bizə həmişə əsas məqsədimizi təşkil edən şeyləri göndərir. Bu da həyatın bizə verdiyi dərslərdən biridir. 24 may. Ayıq olduğun, gözlərinin açıq olduğu vaxtda həyatın öyrətdiklərini heç bir kitab sənə öyrədə bilməz. Heç yaxınına da gedə bilməz. Cəhd etmək, yaşamaq deməkdir. Çox vaxt dinc, təhlükəsiz yaşamaq üçün stabil yaşamağı seçirik. Bilməlisən ki, bu ən təhlükəli yaşam tərzidir. Təhlükəsiz liman heç də göründüyü kimi təhlükəsiz deyil. Bu, bizi əhatə edən illüziyadır. O, gözəl bir həyatı israf edə bilər. 25 may. Tırtıl əbədilik baramanın içində qala bilməz. Zaman yetişəndə kəpənək peyda olmalıdır. Təbiətin zamanlamasına etibar et. Onun saatı səninki kimi işləmir. Bunu hər zaman xatırla. Qorxun ötüb keçəcək. Bu həmişə belə olur. 26 may. Həyatın çox gözəl bir tərs mütənasibliyi var.
son nəticəni əldə etmək üçün nə qədər az çırpınsaq və həyatın axınına buraxsaq, o bizə bir o qədər möcüzəvi hədiyyələr göndərəcək. Hər şeyin tez bir zamanda baş verməsini istəmək və hazır olmadığımız vaxtda nəticə əldə etmək üçün mübarizə aparmaq nəzarət düşkünlüyündən başqa bir şey deyil. 27 may. Həqiqət axtarışında yola çıxan hər kəs öz qismətinə qovuşmur. Çoxları bunu bacarmır. Lakin hər bir gün bizə öz həqiqətlərimizə qovuşmaq və olmalı olduğumuz adama çevrilmək üçün fürsət verir. Bir şərtlə bunun axtarışında olmalıyıq. Öz üzərimizdə çalışdığımız zaman çəkdiyimiz zəhmət heç vaxt qeyb olmur. O, ömrümüzün sonuna qədər bizimlədir. 28 may. Yeni doğulan körpə mükəmməl insan olur. O, bizim həyatımız boyu qayıtmalı olduğumuz mərhələdə dünyaya göz açır. Doğulduğun an qorxusuz, saf məhəbbətə sahib, günahsız, müdrik, istedadlı və kainatı yaradan gözə görünməz qüvvə ilə bağlı olursan. Bugün çoxumuz daxilimizdə olan bu möcüzəvi güclərlə olan bağımızı itirmişik. Çoxumuz kim olduğumuzu unutmuşuq. 29 may. Hər birimizin işıqlı və qaranlıq tərəfi var. Hər birimizin aradan qaldırmalı olduğu qüsurları və sağaltmalı olduğu yaraları var. Hər birimizin ruhu paramparçadır. Bizi insan edən əslində elə bu qeyri-kamillik şərtidir. 30 may. Sən yer kürəsində olan digər bütün insanlar kimi axtarışdasan. Dünya get-gedə insanları öz rahat ərazilərindən kənara çıxıb yaşadıkları adi həyatdan daha artığını axtaranlara çevirir. İnsanlar artıq yarımcan yaşamağa, öz daxili güclərindən ayrı düşməyə razı deyirlər. Onlar həyat dolu yaşamaq, buludlar yüksəkliyində uçmaq, ulduzlarla rəqs etmək istəyirlər. 31 may. Həyatını yaxşılaşdırmaq və layiq olduğun həyatı yaşamaq istəyirsənsə, öz qaçış yarışında irəliləməlisən. Ətrafdakı insanların sənin haqqında nə dedikləri əhəmiyyətli deyil. Əhəmiyyətli olan sənin öz-özünə dediklərindir. Özünə qarşı səmimi ol. Xoşbəxtliyin məğzində bu durur.